Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa Buzovna yolunda, tam yola yaxın ərazidə, belə deyək də, Ayda Parka yaxın ərazidə 7 sot, hətta 7 sotdan da artıqdır. Gözəl həyət evimiz çıxıb. İnşallah həyətin təqdimatını edəcək. Sonra evin içərisinin təqdimatını sizlərə təqdim edəcək. Belə, ən azından 6 daş kürsülüdür. Şəxsi tikilidir. Həyətdə qarajı var və arxada əlavə bir bağçası var. Orada tovuzca saxlamaq üçün yer var. Və evin sağ tərəfində var. Bunları inşallah sizə təqdim edəcək. Ev belə deyək, 2 zaldı, 3 yataq, bir mətbəxdən ibarətdir. Ev əşyalı da satılır, əşyasız da satılır. Sənəd köhnə bələdiyyədir, tam yaşayışlıdır. Qiymət əşyasız, sərəncamdır. Qiymət əşyasız 70 min, əşyalı 75 min. İnşallah bismillah. Gəl qardaşım. Qaraj hissəsini təqdim elə, evi yəqin ki təqdim eləmirsən. Qaraj hissəsini təqdim eləyək sizlərə. Qaraj hissəsini göstər. Böyük bir qaraj hissəsi var. Ən azından 2 dənə maşın rahat bir şəkildə fikir verin. Daxil olur. İşıqlarını da yandıraq, bu izləyəcəyimiz tam rahat şəkildə görsünlər. Fikir ver. Və qeyd etmişdim, evin sağ hissəsini sizlərə təqdim edək. Bax, bu evin sağ hissəsidir. Burada belə deyək də, ən azından hesablayanda ən azından bir sot elə burada var. Torpaq sahəsi var. Burada bütün meyvə ağacları nə qədər var və tovuzca saxlamaq üçün bir setkası da var, belə deyək də. Fikir verin. Bütün meyvə ağacları nə qədər var. Hamısı barveren ağacları. Hə, barveren ağacları və keçək evin sağ hissəsini təqdim edək. Sadəcə olaraq qeyd etdiyimiz kimi evin bir dənə bayır hissəsində fasadlanmaya ehtiyac var, başqa heç nə. Bu sol hissəsini, sağ hissəsini təqdim edir, sol hissəsini göstərək sizə. Buranı da qardaşım oradan zəhmət olmasa təqdim elə. Və gəl qardaşım, zəhmət olmasa giriş hissəsini də göstərəcək sizlərə. Giriş hissəsini də təqdim edək. Gəl buradan giriş hissəsini təqdim edək. Fikir verin giriş hissəsinə. Fikir verin giriş hissəsini də sizlərə təqdim edək. Və keçirik inşallah evin içərisini sizlərə təqdim edək. Qeyd etdiyimiz kimi 2 zalı var. Birinci zalı göstərək inşallah sizlərə. Bax, burada böyük bir zalı var. Fikir verin. Böyük bir zal buradadır. Və keçək. Burada sanzeldir. Sanzellərini göstər qardaşım, zəhmət olmasa. Ayrı-ayrı sanzellər qeyd etdiyimiz kimi fikir verin. Həqiqətən də qiymətinə görə qardaş belə deyil də təcili satır. Əvvəl başqa qiymət olur. Əşyalar gördünüz. Əşyalar, əşya yəni qalır, əşya çıxarılmır. Və qeyd etmişdik ki, ilk öncə başlıqda əşyalı 75-dir, əşyasız 70 mindir. Və gəl qardaşım bu hissəni də göstərək. Bax, fikir verin. Bura giriş və burada bir dənə böyük zal var. Bu zalı göstərin. Burada gözəl bir zal buradadır. Və gəl dalımızı zəhmət olmasa, sənə əziyyət olmaz. Gəl buranı da təqdim edək. Yataq otaqları hətta belə böyükdür, fikir verin. Gəl bu yataq otağını da göstər qardaşımsan. Yəqin izləyicilərimiz biraz bizi üzrlə hesab edirlər. Gəl bir dənə balaca yataq otağımız buradadır. Bunu təqdim edək, sonra keçək mətbəxini göstərək. Və gəl zəhmət olmasa mətbəxini göstər. Gözəl bir, belə bir mətbəxi var. Yəqin ki, izləyicilərimiz nəzərə alırlar, bizi istəmək kimsə düşsün. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa
bu zona yolunda tam yola yaxın ərazidir, gözəl ərazidədir. 7 və 7 sotdan artıq, hardasa bir 8 sota yaxın, 8 sota yaxın torpaq sahəsinin üzərindədir. Sənəd sərəncamlı, hardasa köhnədir, kanallar var, var. Yerdən altı daş köçülüdür. Qeyd etdiyimiz kimi 2 zal, 3 yataq, 1 mətbəx, sanuzel və həyətdə gördüyünüz kimi meyvə ağaclarına qədər var. Əşyalı qeyd etdiyimiz kimi 75 və əşyasız 70.000 manat. Səhifəmizi izlədiyiniz üçün məşğələrimə deməmişik, əməkdaşlar və rəhbərlik adına sizlərə təşəkkürümüzü bildiririk.